Müvafiq olaraq bu bir il hazırlıq və ondan sonraki period ki, hazırlıqda da nə dərəcədə öyrənə bilirik, nə dərəcədə inteqrasiyada ola bilirik, nə dərəcədə özümüzü tam şəkildə verə bilirik. O ayrı bir problemdir. Hansı ki, həm hazırlıq bizim üçün nəzərdə tutulub ki, Gürcü dilini öyrənək ki, bakalavrda ən azından əziyyət çəkmək elə, deyilmi? Və o Gürcü dilini bir ilimizi biz 12 ildə okey öyrədə bilmədilər bizə və bir ili bizim üçün qoydular ki, burada öyrədərik yaxşı, biraz bəlkə burada öyrənə biləsiniz. Hansı ki, o bir ili tələbələr əksər regionlarda yaşayan tələbələr köçürlər Tiflisə və Tiflisdə həm dərs paralelində supermarket şəbəkələrində işləməyə başlayırlar. Paralelində fərqli şirkətlərdə işləməyə başlayırlar. Bəziləri gündüz dərsə gedir, sonra bütün günü 24 saat işləməli olur, 12 saat işləməli olur. Gecə vardiyalarında işləməli olur tələbələr. Hansı ki, ondan sonra həm yorğun olur, həm enerjisi olmur. Həm motivasiyası doğrudan elədir, həm motivasiyası olmur. Gürcü dilini müvafiq olaraq öyrənə bilmir hazırlıqda da. Hazırlıqdan sonra keçir bakalavra. Bakalavrda da tam şəkildə öyrənmir və nə üzrə alırsa təhsili, onunla bağlı da dili yaxşı bilmədiyi üçün və həm də özgüvənsiz artıq sistem tərəfindən özgüvənsiz yetişdirildiyi üçün aldığı təhsil də onun irəliki həyatında, əmək bazarında heç bir işə yaramır deyə bilərəm.